Salam, coğrafiya 6-cı sinif, kiçik summativ qiymətləndirmə nömrə 5 üzrə nümunəvi suallara baxırıq. Birinci sual, çökmə, maqmatik və metamorfik mənşəli suxurların müvafiq olaraq ardıcıl verildiyi sıranı tapın. Deməli, bizə ardıcıl olaraq çökmə, maqmatik və metamorfik suxurlar verilməlidir. A variantına baxaq, əhər daşı çökmə mənşəlidir, bazalt maqmatik mənşəlidir, mərmər metamorfik mənşəlidir. Deməli, A bəndi bizə lazım olan qaydaya uyğundur. Digər variantlarda baxaq, bazalt çökmə deyil, maqmatikdir, qranit maqmatikdir, mərmər metamorfikdir. Yalnız bazalt pozur bizdə ardıcılığı. Sonra C variantında çay daşı çökməli düzdür, amma gil maqmatik deyil, almaz metamorfik düzdür. Qum çökmədir, təbaşir amma maqmatik deyil, o da çökmədir, qnes metamorfik düzdür. Torf çökmədir, amma qum daşı maqmatik deyil, həmçinin qranit də metamorfik deyil, yəni düzgün cavab A bəndi. Episentrə aid olanları seçin. Deməli, zəlzələnin iki mərkəzi olur. Yerin daxilindəki hipocentr və yerin üstündəki epicentr, yəni yer səthində ən güclü təkanlar burada müşahidə olunur. Deməli, yer səthində yerləşir. Düzdür. Ən güclü təkanlar burada müşahidə olunur. Bəli, yer səthində ən güclü təkanlar epicentrdə müşahidə edilir. Bu da düzdür. Yerin dərinliklərində toplanan güc suxurları hərəkətə gətirir. Yəni, bu zəlzələyə aiddir. Yerin daxilində yerləşir yox, bu hipocentrdir. Üçüncü sual, cümlələri tamamlayın. Deməli, bizə deyil, maqmanın soyuması nəticəsində yaranan suxurlar maqmatik suxurlar adlanır. Çökəkliklərdə və düzən ərazi toplanan suxurlar çökmə suxurlar adlanır. Çökmə mənşəlidir. Bir suxarın digərinə çevrilməsini nəticəsində yaranan suxurlara isə metamorfik suxurlar deyilir. Metamorfik. İfadələrdən nüvə qatına uyğun olanları müəyyən edin. Dördüncü suala baxaq. İfadələrdən nüvə qatına uyğun olanları müəyyən edin. Deməli, bərk suxurlardan ibarətdir. Bərk suxurlarda yer qabığı ibarətdir, yəni düzgün deyil. Temperatur günəşin istiliyinə yaxındır. Bəli, nüvənin temperaturu günəşin istiliyinə bərabərdir. Doğru fikirdir. Dəmir və nikeldən təşkil olunmuşdur. Bəli, əsas maddələr dəmir və nikeldir nüvəni təşkil edən. Qalınlığı 1,90 km arasında dəyişir. Xeyr, bu yer qabığına aiddir. Temperatur 1000-2500 dərəcə arasında dəyişir. Bu da əsasən mantiyə aiddir. Nüvəyə aid deyil. Nüvədə 6000 dərəcəyə qədər temperatur olur. Yəni düzgün cavab 2-3. Sonra 5-ci suala baxaq. Vulkan külü və bomba səthə atılır. Lava tökülür. Vulkan konusu yaranır. Yer qabığına çatlar əmələ gəlir. Vulkanın konusunda çökülük yaranır, isti maqma yüksək tezlik boğaz və yuxarı qalxır. Deməli, biz ardıcıllığı müəyyən etməliyik. Deməli, ilk olaraq yer qabığında çatlar əmələ gəlir. Sonra həmin çatlar boyunca isti maqma yüksək təzyiqlə boğaz vasitəsilə yuxarı qalxır. Deməli, bu 4 olmalıdır. Sonra vulkan külü və bomba səthə atılır. Lava tökülür, vulkan konusu yaranır. Deməli, burada 1 olmalıdır. Lap sonra vulkan konusunun təpəsində isə çökəklik yaranır. Yəni 2, 4, 1, 3 olmalıdır ardıcıllıq. Sonra 6-cı sual. Sönmüş vulkanları təyin edin. Deməli, Elbrus sönmüş vulkandır. Kulüç sopkası sönmüş vulkan deyil. Ağırdağ sönmüş vulkandır. Etna fəaliyyətdə olan vulkandır. Kilimanjaro həmçinin fəaliyyətdə olan vulkandır. Savalan bəli sönmüş vulkandır. İranda yerləşən. Qızılboğaz Azərbaycandakı sönmüş vulkandır. Elbrus da Qafqaz dağlarındakı sönmüş vulkandır. Yəni C bəndi düzgün cavabdır. Hekla fəaliyyətdə olan vulkandır. Kilauea fəaliyyətdə olan vulkandır. Havay dağlarındakı böyük işıqlı sönmüş vulkandır. Dəlidağ sönmüş. Krakatau, Mauna Loa isə fəaliyyətdə olan vulkanlardır. Yəni düzgün cavab C bəndi. Ovalıqlara aiddir. Deməli, ovalıqlar hündürlüyü 200 metrə qədər olan düzənliklər hesab olunur. Hündürlüyü 500 metrdən artıqdır bu yayladır. Xəritə yaşıl rənglə göstərilir. Bəli, doğru fikirdir. Hündürlüyü 200 metrə qədər olur. Bəli, bu da doğru fikirdir. Üçüncü, xəritə qəhvəyi rənglə göstərilir. Xeyr, doğru deyil. Şahid dağları da əsasən yaylalarda rast gəlinir. Düzgün deyil. Yəni düzgün cavab 2-3. Sonra 8-ci sual. Qədim dağlara aiddir. Deməli, qədim dağlar əsasən az meyilli olurlar və əsasən
alçaq və orta hündürlüyə malik olurlar. Səthləri çox parçalanmış olur. Deməli, burada bizə verilən cavablardan 2 və 6. Yəni, az meyilli və alçaq və orta hündürlüyə dağlardır. Əsasən 2 və 6 düzgün cavabdır. Digərləri isə cavan dağlara aid fikirlərdir. Sonra düzənliklər yerləşdiyi materikləri müəyyən edin. Deməli, Amazon ovalığı yerləşir Cənubi Amerikada. Mesopotamiya ovalığı Avrasiyada. Mississippi ovalığı Şimali Amerikada. Əhəqqa qaylası isə yerləşir Afrikada. Xəritədə rəqəmlərə əsasən dağların adlarını qeyd edin. Deməli, bizə 1, 2, 3, 4 və 5 rəqəmi verilib, həmin dağları qeyd etməliyik. Deməli, 1 rəqəmi ilə bizə göstərilən dağlar Avropadakı Alp dağlarıdır. 2 rəqəmi ilə Şimali Amerikadakı Appalaç dağlarıdır. 3 rəqəmi Afrikadakı Atlas dağları göstərilib. Sonra 4 rəqəmi ilə Ural dağları. 5 rəqəmi ilə isə Avstraliyadakı böyük su ayırıcı dağları göstərilib. Su ayırıcı. Deməli, bu da oldu 10-cu sualımız.